Yaxşı, başa düşdüm səni, yaxşı. Çox sağ olun. Amma siz bunu necə? Bugünkü dəqiqə gedirsiniz. Hər axşam eyni saatda evə getmək üçün bu yolu keçirsiniz. Aşıqsınız, düşünürsünüz ki, xoşbəxt olacaqsınız, ancaq hər şey tamam fərqlidir. Çünki sizə xəyanət edib. Siz bunları hardan bilirsiniz axı? O məni çox sevir, bilirəm. Atamın ona alçatmasına baxmayaraq mənlə evləndi. Sizi atam göndərib, bilirəm. Həqiqətən düşünürsünüz ki, heç vaxt bir daha sevməyəcəksiniz? Bəli. Sabah eyni saatda, eyni yerdə. İşi bitiririk. Aydındır. Mən sənə demişdim də qərarın səhv idi. Bugün günə üzücü xəbərlə başlayırıq. Tanınmış milyonçunun qızı ilə evli olan və cəmiyyət tərəfindən məşhur ciddi kimi tanınan Hicran Miriyevanın yoldaşı Elvin Miriyev faciəli yol hadisəsində həyatını itirib. İlkin məlumata görə piyada zolağından keçmək istəyərkən avtomobil tərəfindən vurulub və hadisə yerində də dünyasını dəyişib. Hadisəni törədən sürücü isə avtomobili Sən görən də, sənin üçün gəlir. Tamam, qaç.